Bəs düşmənləri kimdir? İmam Zaman Əleyhisselamın düşmənləri əvvəldə deyim, yəni haqqın və ədalətin düşmənləri. Amma xüsusi dəstələr var, bunlar düşməndilər. Birinci dediyim kimi zalimlar. Xüsusilə hakimiyyətdə olan hansı ölkə başçısı zalim olsa, xalqına zülm eləsə, İmam Zamanla mübarizəyə qalxacaq. Öz kreslosunu, öz hakimiyyətinə təhlükə görəcək. Bu zülm eləyir. Bu xalqın haqqını yiyir. İmam Zaman da gəlib xalqın haqqını bərpa eləsin. Zalimlar hədislərdə var, İmam Zaman ayağa qarşı çıxan zalimlar olacaqlar. Zülm əhli, zülm hökümdarlar. 2. Əhl-i Beyt düşmənləri. Özün göstərir də. Kim Əhl-i Beytə düşməndir, o ağa ilə mübarizəyə qalxacaq. Onların arasında adı qeyd olunan ən məşhur cinayətkar, zinadan əmələ gələn və Əbu Süfyanın nəslindən qəddar, cinayətkar, zülümkar Süfyanidir. Və 4 mütləq əlamətlərdəndir. Mütləq gələcək. Ayətullah Behçət yada salanda çox narahat olurdu ki, elə qırğınlar eləyəcək. O qədər Əhl-i Beytlə düşməndir. Uşaqların adına belə rəhm eləməyəcək. Uşaqdır da, yox, adı Əlidir. Əli adında uşaqları belə qətlə yetirəcək. Əleyhissalam. 3. Amma axırda İmam Zaman ağanı Əli ilə öldürüləcək Süfyanı. 3. Dəccal. Dəccalla bağlı biz bundan qabaq danışmışıq, ətraflı qısa deyirəm. Dəccal indi ya insandır, bir ehtimal. 2. Bir dövlətdir. Bir mədəniyyətdir, sivilizasiyadır. Ola bilər elə indiki Amerikadır. Hər nədirsə, çox hiləgər, sehr cadudan istifadə eləməklə insanları azdıracaq və sonda da İmam Zaman ağanın əmri ilə vəziri İsa Peyğəmbərin əli ilə qətlə yetiriləcək. Aradan gedəcək. İnşallah. 4. Möminlər, dindarlar, namaz qılanlar, hacılar, ehtiyatlı olun. Sadə löv, avam, bəsirətsiz, dini düzgün başa düşməyənlər, Əhl-i Beyti tanımayanlar ona qarşı çıxacaqlar. Niyə? İmam deyir ki, ona görə ki, buna dindik atırmırsan. Böyle elə bir dinəncə bozbaş yeməkdir axı. Məsciddə oturub namaz qılmaqdır. Baş-başa salsan harapsan siyasət nədir? Bunlar deyəcək ki, bu nə dindir gətirmirsən? Bu yeni dindir. Biz belə din tanımırıq. İmam Zaman ağa qarşı bəzi dindarlar çıxacaqlar. Çünki İslamın həqiqətini başa düşmürlər. Elə bilirlər, İslam ancaq namaz qılıb əyilib durmaqdır.